Və budur, Zemanat Talks'un yeni qonağı, sosial şəbəkələrin rus dili müəlliməsi, hamının səhvini düzəldən model, influencer və cazibədar. Liana. Uje səhv başladın qaqaş. Liana, sən real həyatda da hamını draznit eləyirsən, yoxsa bu bir obrazdır? Birincisi draznit yox, draznit. Ana dilimizdə qıcıqlandırmaq deməkdir. İnsanlar isə ümumiyyətlə düz sözə qıcıqlanırlar. Nəysə. Düzündür, mən də savadsız danışıram. Daha çox boş-boş danışırsan. Bunu kəsərsən. Yorğunsan, hə? Kim üzüb səni? Növbəti sual. Hamıya maraqlıdır. Taylanda ex-boyfriendinlə getmişdin. Bax sənin nə evə lazımdır mən kimlə getmişəm? Özdə mənim boyfriendim yoxdur. Boyfriendin olmaq üçün nə etmək lazımdır? Ən azından daha səviyyəli suallar vermək lazımdır. Dostlar, podkastımız sona çatdı. Bugünkü sponsorumuz isə Zemanat diş pastasıdır. Hə, Liana?